Bismillah. 14 iyul üçün bürclərin ən şok proqnozu. Qoç, enerjiniz yüksəlir, gözlənilməz təklif və yeni fürsət qarşınıza çıxa bilər. Buğa, maliyyə məsələlərində ağıllı qərarlar verin. Böyük alış-verişi bir qədər təxirə salmaq faydalı ola bilər. Əkizlər, ünsiyyət və danışıqlarda uğur sizinlə olacaq. Vacib xəbər alma ehtimalı var. Xərçəng, ailə və şəxsi münasibətlərdə anlayışlı olun. Köhnə inciklikləri geridə qoymaq üçün uyğun gündür. Şir, özünüzü göstərmək və yeni işlərə başlamaq üçün əlverişli zamandır. Uğur sizə yaxın olacaq. Qız, planlı hərəkət etdikcə nəticələr sizi sevindirəcək. İşdə diqqətiniz mükafatlandırıla bilər. Tərəzi, romantik və sosial baxımdan uğurlu gündür. Yeni tanışlıq və ya xoş görüş mümkündür. Əqrəb, gərgin söhbətlərdən uzaq durun. Soyuqqanlı davranış sizə üstünlük qazandıracaq. Ox atan, səfər, təhsil və yeni layihələr üçün uğurlu gündür. Cəsarətli addımlar bəhrəsini verə bilər. Oğlaq, əziyyətinizin nəticəsini görməyə başlayacaqsınız. Rəhbərlikdən dəstək ala bilərsiniz. Dolça, yaradıcılığınız və fərqli baxışınız diqqət çəkəcək. Maliyyə ilə bağlı sevindirici xəbər mümkündür. Balıqlar, intuisiyanız güclüdür. Tələsmədən verilən qərarlar uğur gətirəcək. 14 iyulun ən şanslı bürcləri Şir, Dolça və Ox atan. 14 iyulun ən gərgin bürcləri Əqrəb, Buğa və Xərçəng.